İxtisasım keyfiyyəti nəzarətdir. Amma tale ilə gətirdi ki, indi çalışdığım marketdə satışın həm keyfiyyətinə, həm də müştəri məmnuniyyətinə cavabdəyəm. Simran Soltanlı, 31 yaşı var, ali təhsillidir, ailəlidir, 2 övladı var. Mənə görə həyatın məqsədi elə məqsədli bir həyat deməkdir. Bəli, məhz xarakterindəki məqsəd yönlülük qəhrəmanımızı qısa zamanda satıcıdan mağaza müdürü vəzifəsinə qədər yüksəldə bilib. Tələbə vaxtı gündəlik xərclərimi qarşılamaq üçün universitetdən çıxıb satçı kimi yarımştat işləyirdim. 2015-ci ildə ali təhsilimi başa vurub iş axtarışına çıxdım. Bu dəfə yolum Araza düşdü. Satıcı kimi işə başlasanda, şirkətdə ali təhsilli olduğumu biləndə mənə dedilər ki, yaxın günlərdə müsahibə üçün səni ofisə dəvət edəcəklər. Buradakı iş ortamı mənə o qədər doğma gəldi ki, hətta 6 aydan sonra seçim qarşısına qaldım. Ya ixtisasım üzrə ofisə getməli idim, ya da qalıb işimə davam eləməliydim. Təbii ki, qalmağı seçdim. Bu arada onu da deyim ki, həmin ərəfədə Arazda ilk dəfə olaraq baş satıcı ştatı açıldı və mən 6 aydan sonra 2016-cı ildə Araz Supermarketlər şəbəkəsinin ilk baş satıcısı oldum. 2017-ci ildə administrator, 2019-cu ildə isə mağaza müdürü vəzifəsinə təyin olundu. Ola bilər Araz Supermarket şəbəkəsi kimi üçünsə təkcə iş yer olsun. Amma mənim üçün Araz doğmadan da doğmadır. 2019-cu ildə oğlumun səhhəti ilə bağlı təcili qan lazım idi. Təsəvvür edin, nə edəcəyimi bilmirdim. Qan da tapılmırdı. Ümidimi hər yerdən üzmüşdüm. Bir də gördüm rəhbərlikdən zəng gəldi ki, əməkdaşlarımızı qarşıla çatdırırlar özlərini. Sən demə şirkətin WhatsApp qrupunda övladım üçün qan axtarıldığı elan olunub. Bir sözlə Araz komandası övladımın həyatda qalmasına vəsilə oldu. Bədii dildə desək, övladımın damarlarında Arazın qanı axır. Ona görə də Araz mənim üçün həm övladım, həm də ailəmdir. Mən bu kollektivi çox sevirəm və əməkdaşlara işi daha da çox sevdirmək üçün ona biraz da əyləncə qatmağa çalışıram. Market daxili şöbələr arasında satışa aid yarışlar təşkil edirəm. Hər həftə səbirsizliklə kimin qalib olmasını gözləyirlər. Bu komandamıza həm motivasiya verir, həm də aralarında sağlam rəqabətə yol açır. Sonda karyerasında yeni addımlayan gənclərə bildirmək istərdim ki, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün müxtəlif yollar var. Uğur isə bu yolların ən qısasını seçə bilməkdədir. Araz ailəsinə qoşulmaqla siz də tez bir zamanda karyeranızda yüksəlib böyüyə bilərsiniz. Elə mənim kimi. Araza gəldim, Arazda böyüdüm.